Airfryer sağlamlıqdır, yoxsa xərçəng riski yaradır? Son illərdə bu cihaz demək olar ki, hər mətbəxdə var. İnsanlar onu daha sağlam alternativ kimi qəbul edirlər. Amma eyni zamanda mediada da belə başlıqlar görürük. Airfryer xərçəng riski yaradır. Bu gün sizə həkim kimi bu mövzunun arxasındakı dayanan elmi reallığı izah etməyə çalışacağam. Əvvəlcə əsas mexanizmi başa düşək. Yüksək temperaturda, xüsusən tərkibində nişastalı olan qidalar bişirildikdə akrilamid adlı kimyəvi maddə yaranmağa başlayır. Bu maddə əsasən kartof, çörək kimi qidalarda yüksək temperaturda qızartma zamanı formalaşır. Laboratoriya tədqiqatlarında akrilamid yüksək dozalarda kanserogen, yəni xərçəng yaratma potensialına malik olduğu göstərilir. Amma burada çox vacib bir fərq vardır. Laboratoriyada istifadə olunan dozalar ilə gündəlik həyatda qəbul etdiyimiz miqdar eyni deyil. İndi isə əsas suala qayıdaq. Airfryer bu riski artırırmı? Cavab isə belədir. Airfryer özü xüsusi risk yaratmır. Çünki akrilamid yalnız bu cihazda deyil, bütün yüksək temperaturda olan bişirmə üsullarında yaranmağa başlayır. Kartof tavada qızartsanız da, sobada bişirsəniz də, airfryer istifadə etsəniz də mexanizm eyni olaraq qalır. Hətta bəzi hallarda airfryer daha az yağ istifadə etdiyi üçün ümumi sağlamlıq baxımından daha yaxşı seçim ola bilir. Amma burada kritik nöqtə istifadə qaydasıdır. Əgər siz yeməyi çox qızardır, qaraldır və hətta yandırırsınızsa, akrilamidin miqdarı artmağa başlayır. Yəni risk cihazdan yox, davranışımızdan asılıdır. İndi beynəlxalq təşkilatların yanaşmasına nəzər yetirək. World Health Organization və European Food Safety Authority bildirir ki, akrilamid qidalarda potensial risk daşıyır, amma real risk qəbul edilən miqdardan asılıdır. Yəni maddənin miqdarının nə qədər bədənə daxil olması çox vacibdir. Bu səbəbdən tövsiyələr çox konkretdir. Yeməkləri qızılı rəngdə bişirə bilərsiniz, amma tünd qəhvəyi və ya yanmış vəziyyətə gətirməyin. Kartofu bişirmədən əvvəl suda saxlamaq kimi akrilamid yaranmasının azaltmasına yardım ola bilər. Çox yüksək temperaturdan və uzun müddətli qızartmadan qaçmağa çalışın. Və ən vacibi də odur ki, qidalanma balanslı olmalıdır. Çünki xərçəng riski təkcə bir qidadan və yaxud təkcə bir cihazdan asılı deyil. Bu bizim yuxu balansımız, fiziki aktivliyimiz, ümumi həyat tərzimiz, sağlam qidalanmamızın ümumi bağlı olan bir prosesdir. İndi isə vacib bir psixoloji məqama toxunmaq istəyirəm. İnsanlar çox vaxt bir faktoru şişirdir və onun da böyük problemin səbəbi kimi görürlər. Bu isə olan yanlış yanaşmadır. Əgər siz yüksək kalori qidalanırsınızsa, az hərəkət edirsinizsə, həmçinin yuxunuzda problem varsa, onda yalnız airfryer aradan qaldırmaqla, onu dəyişməklə siz probleminizi həll edə bilməyəcəksiniz. Endokrin və metabolik sağlamlıq kompleks bir sistemdir. Sonda isə sizə aydın bir mesaj ötürmək istəyirəm. Airfryer və ya digər cihazlar sizi xərçəng etməz. Amma yüksək temperaturda xüsusi yandırılmış qidalar, həmçinin digər risk faktorları, fiziki aktivliyin azalması, yuxusuzluq sizdə ciddi xərçəng riski yarada bilər. Və düzgün istifadə etdikdə airfryer yağda qızartmaya nisbətən daha yaxşı seçim hesab olunur. Amma tam da təhlükəsiz deyil. Ona görə də bu məlumatı daha çox insana çatması, daha çox xanımın izləməsi və dinləməsi üçün bəyənməyi və paylaşmağı unutmayın. Sonda isə kanalımıza abunə olun və bildirişlər bölümündə açın. Özünüzə yaxşı baxın.